Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə Qərbi Azərbaycan şirniyyatı olan kətə hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 500 qram un, 250 qram yumuşaq, otaq temperaturunda olan yağ. Bunları indi belə əllə ovuram. Baxın belə tam ovuram yağla unu. Sonra isə üzərinə bir paçka qabartma tozu və bir paçka vanil əlavə edirəm. Və 250 qram xama, qatıq da olar yəni. Əlavə edib xəmiri yoğururam. Artıq əlavə un qatmaq lazım deyil. Yavaş-yavaş yoğurduqca xəmir formalaşır. Baxın belə bir xəmir alınır. Çox da yoğurmaq lazım deyil xəmiri. İndi isə alınan xəmiri paketə qoyuram xaladelnika. Yarım saat qalmalıdır. İndi isə içliyi hazırlayıram. İçli üçün bizə lazım olacaq 1 stəkan yarım un, 125 qram kərə yağı, yumuşaq kərə yağı lazımdır. Bir paçka vanil. Bunları da ovuram. Sonra isə üzərinə 1 stəkan yarım şəkər tozunu da əlavə edib qarışdırıram. Şəkər tozunu əlavə elədikdən sonra çox qarışdırmayın ki, şəkər tozundan yağ əriməsin. Xəmiri çıxartdım, yarım saat keçdi. 4 hissəyə bölürəm xəmiri. Belə 4 gündə alınır. 3 gündənin üzərini bağlayıram ki, qurumasın. Və 1 gündəni götürürəm, yayıram. Nə çox nazik, nə də çox qalın yayılmamalıdır. Və bir yumurtanın ağını içərisinə çəkirəm. Yumurtanın sarısını isə saxlayıram üzərinə vurmaq üçün. Və bayaq hazırladığımız içliyi gözəyarı 4 hissəyə bölürəm. Hər gündəyə bir hissəni əlavə eləmək üçün. İçliyi də səpirəm. Və əllə hər tərəfinə gələcək şəkildə yayıram. Biraz basa-basa yaymaq lazımdır ki, yapışsın yumurtanın ağına. Sonra isə yastı rulet formasında bükürəm. Yəni tam yumrulamırsınız. Baxın belə videoda gördüyünüz kimi yastı rulet formasında. Və tikiş yerini də bərkidirəm. Qıraqlarını düzəltib yumurtanın sarısından çəkirəm üzərinə. Yenə də hər tərəfə gələcək şəkildə, yəni qıraqlarına, üzərinə yumurtanın sarısını çəkirəm. Və sonra isə vilkanla naxışlar atıram. Siz bunu etməyə də bilərsiniz, amma bunu eləyəndə daha qəşəng görünür. Videoda gördüyünüz kimi belə bir naxışlar atıram, biraz basa-basa.
Sonra isə videoda gördüyünüz kimi kəsirəm və 180 dərəcədə qızdırılmış sobada üzəri və altı qızarana kimi bişirirəm. Baxın, kətələr artıq hazırdır. Üzəri və altı qızarıb, içi isə tam bişib. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı və like qoymağı unutmayın. Çox sağ olun.